Bir gün imperator zən ustasını ziyarət etmək istəyir. Adamlarını yığır, gedir ora. Daxil olanda görür ki, zən ustası öz tələbələri ilə uşaq kimi qaçır, oynayır, yumarlanır. Bu onu çox təəccübləndirir və zən ustasının yanına çağır, deyir ki, mən heç gözləməzdim sənin kimi ciddi peşə sahibindən bu qədər yüngül, uşaqca hərəkətlər gözləməzdim. Zən ustası qayıdır, imperatora baxır, görür ki, çiynində yay və ox var. Deyir ki, siz ova çıxanda hər zamanmı o oxu çəkilmiş vəziyyətdə saxlayırsınız, gərilmiş vəziyyətdə? Deyir ki, yox, yerinə görə mən onu gərgin vəziyyətdə gərib çəkib saxlayıram, yerinə görə boşaldıram. Zən ustası deyir ki, bəs həyat da belədir də, hər zaman ciddi ola bilmərik. Bəzən yerinə görə uşaq kimi əylənməyi, bəzən yerinə görə gülməyi də bacarmalıyıq. Biz hər zaman ciddi olsaq, bu bizim sağlamlığımızda, ruh tərəfimizdə yetərincə problemlər yaradacaqdır. Həyat onsuz da ciddi insanlardan bir gün intiqamını alır. Yəni, sən olmasan da sənin ailəndə, ətrafında o problemlər həll olacaqdır. Sən dünyanın xilaskarı deyilsən, sən ailənin xilaskarı deyilsən ki, sənə aid olmayan bəzən yükləri götürürsən və elə bilirsən ki, sən olmasan hər şey dağılacaq, sən olmasan heç nə həll olmayacaq. Xeyr, insan bəzən həqiqətən özünə də zaman ayırmağı bacarmalıdır.